Salam uşaqlar. Mən bugün sizə səhifə 98-də olan 11 dənə misaldan kömək. Misal 1-də, səhifə 98-də, misal 1-də deyilir ki, verilmiş bax bu ədədin içərisində bir dənə rəqəm qırmızı ilə yazılıb. Bu qırmızı ilə yazılmış ədədin mərtəbə yerini müəyyən edin. Məsələn, yazmışam üstə 1/10, vergüldən sonra bilirsiniz ki, birinci rəqəm 1/10-i göstərir. O, B yazmışam burada. Bəlkə də B hərfi yaxşı görünmür. 1/10 və bunları açıq şəkildə yazın. Tam, üstə gəl 1/10, 1/10-i 3 yaza bilmərik. Onda elə tam kimi görünər o. 1/10 belə yazılır. 0,3, üstə gəl, sonra %1, 0,2-dir. 0,2, açıq şəkildə onluq kəsir belə yazılır. Üstə gəl, 1/1000-dir, bu 7. 0,7. 0,07. Bu da 1/1000-in yeridir, yazdıq. İndi ikinciyə baxıram. Burada qırmızı ilə yazılan, vergüldən sonra ikincidir, %1-dir. YB mərtəbə qiymətinin adını yazın. Üstündə yazdım mən. Bərabərdir. Siz də bu qaydada yaza bilərsiniz. Tamımız 0-dır. Üstə gəlirik 1/10, 0,8. Üstə gəl %1, 0,7. Üstə gəl 0,2. Uşaqları, siz yəqin ki, bugün nəsə dekabr ayı olduğuna görə biraz düzəliş eləmişəm. Elmin təməli səhifəsinin üz səhifəsində daha doğrusu. Deməli, orada elmin təməli mənim səhifəmin adıdır. Sizə dərs öyrətdiyim səhifənin adıdır. Əslində, mən deyirəm, o səhifə mənimdir. Əslində, o sizindir. Siz olmasanız, siz baxmasaydınız, gözəl balalar, mənim o səhifəm olmazdı. Siz yetişdirmişsiniz o səhifəni. Siz varsınız deyə o səhifə var. Siz varsınız, bəyənirsiniz, abunə olursunuz, paylaşırsınız. Ona görə də o səhifə böyüyür, inkişaf eləyir. Mən buna görə sizə minnətdarlıq eləyirəm, gözəl balalar. Və bu yeni il əhval ruhiyyəsi ilə bir daha təzədən istəyərəm ki, bəyənəsiniz, abunə olmayanlar varsa abunə olsun və paylaşasınız ki, dostlarınız da bundan tanımayan, bilməyən, səhifəni görməyən dostlarınız da görsünlər. Tamımız 1 tam, üstə gəl 0,2, üstə gəl %1 0-dır. %1-i yazmıram, birbaşa 1/1000-i yazacağım. 0 da yazmaq olar, 0,0 yazmağın heç bir mənası yoxdur. 0,4. Bəzən görürsən ki, mən hazırlıqda çalışan uşaqların yazılarını yoxlayanda, bax belə yazırlar. Bərabərdir, yazırlar 3 tam, 1/10 kəsiri açıq şəkildə yazanda. 3 tam, üstə gəl, bu 1/10, 0,4-dür. Onlar belə yazırlar, 0,4. Axı, biz bunu 0,4 ilə 4 oxuyuruq da. 1/10 kimi oxumaq üçün bura mütləq vergül lazımdır, gözəl balalar. Bax, bunu diqqətdən yayınmayın. Bu 0,4, 1/10-dir. %9, %1-dir. 0,9. 4 isə, 4-ün yeri isə 0,004 1/1000-dir. Açıq şəkildə belə yazılır. Digərləri də mən 3 dənənin də vaxtınızı almaq istəmədim. Gözəl balalar, ağıllı balalar. Oxuyun. Riyaziyyatı bilmək elə sanki sizin beyninizin inkişafı deməkdir. Riyaziyyat çox gözəl fəndir. Ki, mən də elə izah eləyirəm ki, siz başa düşəsiniz. Əgər doğrudan da izah xoşunuza gəlirsə, bir şey buradan götürürsünüzsə, mənimsəyirsinizsə özünüzə, mütləq bəyənin, ağıllı balalar. Keçirik misal 2-yə. Deyir, onluq kəsirə çevir. 1/10-ləri də onluq kəsirə çeviririk adi kəsirləri. Onluq kəsirləri isə adi kəsirə çeviririk. Əksinə, bir-birinin əksinə. 10/23. Burada tam var. Çünki düzgün olmayan kəsirdir. 2 tam, 20-ni bölürəm 10-a. 2 tam, 3 qalır. 10/3. Bu da bərabərdir. 2 tam, 10/3 belə yazılır. Sonra
37-ni 100-ə bölmək olmur, hələ 0 tam qalır. 0 tam %37. %107. Bu düzdürmü? %107. Belə olmaz. Olar. 107-dən 100-ü götürüb 100-ə bölürəm. 1 tam %7. 7 qalır. Bəli, olar. Görürsünüz, bax, burada müəllim də bəzən səhv eləyir. Səhv eləyir də tez başa düşürəm ki, nə deməkdir, gözəllər. Deməli, bu da olacaq 1 tam adi kəsir formasında 7-nin qabağında 0 yazılmır. Amma onluq kəsir formasında olanda biz bunu belə yazırıq ki, çünki yüzdə 2 dənə 0 var, burada 2 dənə rəqəm düşməlidir. Bax, bunu da belə yazmışam, çevirib 0 yazmışam qabağına, mində olduğu üçün. Burada 2023'də 2000-i 1000-ə bölürəm. 2 tam mində 23 qalacaq. Mində 23 də qalıqdır. Bu da bərabərdir. 2 tam mində 23. 23-ün qabağına 0 yazıram ki, burada axı mində 23'dür. Mində 3 dənə 0 olduğu üçün belə oxunsun. İndi bunu adi kəsrə çevirəcəyəm. Bərabərdir. Adi kəsrin qabağında 0 tam olanda yazılmır. Birbaşa kəsir xətt çəkilir. Mində 41'dir. Bu, bilirsiniz ki, 3 dənə rəqəm varsa vergüldən sonra mində oxunur. Mində 41'in qabağındakı 0 adi kəsirdə yazılmır. 41 yazılır. Bu da eləyir 10.000'də 39. Bu cür oxunur. Bunu da belə yazmışam. 1 tam mində 15. İxtisar eləmişəm 5'ə. 15'i 5'ə 3. Mini də 5'ə 200. 1 tam 200'də 3. Keçək 3-cüyə. Kəsiri ixtisar edin. Sonra onluq kəsirə çevirin. 6'dır. Bu da 15'dir. 3'ə ixtisar olunacaq uşaqlar. 6'nı deməli ixtisar eləyəndə 3'ə bölsək eləyər 2. 15'i 3'ə bölsək 5 eləyər. 5 yazdım bura. Bunu da ixtisar eləyim, sonra ikisini bir yerdə. 21'i 7'yə 3. 35'i 7'yə 5. İndi davam eləyirəm bunlarla. Nə aldıq ixtisardan sonra? 5'də 2 kəsiri. 5'də 2. Burada aldıq 5'də 3. İxtisardan sonra. Bunu onluq kəsirə çevirmək üçün 5'i vururam 2'yə. Surəti də vurmalıyam 2'yə. Bərabərdir 10'da 4. Əvvəl ixtisar elədim, sonra belə bir formaya gəldi. Bu da 0 tam 10'da 4 deməkdir. 5'də 3 bərabərdir. Deməli 5'də 3 bərabərdir. 3'ü bura yazıram. 5'i də vuram. 2'yə vururam. Bunu da 2'yə vurmalıyam. Çünki surət və məxrəc eyni bir ədədə vurmalıdır. Olacaq 10'da 6. Bu da bərabərdir 0 tam 10'da 6. 6 ilə 24. 24'ü biz 6'ya bölsək 4 düşər. 4'ə bölsək 6 düşər. 6'nı biz onluq kəsirə... Bu 4'ə bölünmür. Mütləq 6'ya bölünür. 6'nı 6'ya bölsək 1. 24'ü 6'ya bölsək 4. 4'də 1 aldıq. İndi bərabərdir. 4'də 1'i 25'ə vururam uşaqlar. 100 eləmək üçün. 25'ə. Bu da eləyər 100'də 25. 4 dənə 25, 100 eləyəcək. Bunları şifahi həmişə yadınızda saxlayın. 100'də 25 bərabərdir 0 tam 100'də 25. Bəli, yəqin ki, biz buraya yerə çatana qədər siz like işarəsinə toxunmusunuz, abunə olmusunuz, gözəl balalar. Bizim qarşıdan gəlir gözəl bir yeni ilimiz. Yeni ilimizi biz gözəl qiymətlərlə qarşılayaq. Mənim belə bir qısa videom var idi ki, uşaqlar yadınızdadsa ki, uşaqlar, indi bu kəsiri ixtisar eləməliyəm. Deməli, 15 ilə 125'i mən ixtisar eləyirəm 3'ə. Çünki onluq kəsirə çevirmək üçün burada bir ədəd almalıyam da uşaqlar. 15'i 3'ə bölsəm 5.
125'i 3'ə yox, 5'ə bölməliyəm uşaqlar, 5'ə. 15'i 5'ə bölsəm 3, 125'i 5'ə bölsəm 25 düşər. 25, 5 yerə bölsəm. Bərabərdir, alacağım 5, 25'də 3. 25'də 3. Bu da bərabər eləyər. Bu dəfə 4'ə vuracağım. 3'ü vururam 4'ə, 25'i də vururam 4'ə. Bərabərdir, 100'də 12. 12 bərabərdir 0,12. 12 ilə 6, 12'dən biz 4 eləməliyik. Burada 4 olmalıdır ki, 25'ə vuraq 100 eləyək. 4 olmaq üçün 12'ni 3'ə bölməliyəm. 3'ə böləndə düşəcək 4. Birinci məxrəcə baxırıq. Məsələn, bunu 2'yə də bölmək olar. Amma 12'ni 2'yə bölüb 6 almaq bizə lazım deyil. Bizə 4 lazımdır ki, onluq kəsirə çevirə bilək. 3'ə böldüm, bunu da 3'ə böləndə alacağım 2. Əslində bunlar əbobdur. Böldüyüm 3'ə əbob deyilir. Yadınızdasa keçmişəm sizə bunları. Deməli, burada aldıq 4. Məxrəcdə 4, surətdə 2 aldıq. Bərabərdir. 25'ə vururam. 4'ü vururam 25'ə. 2'ni də vururam 25'ə. Bərabərdir. 100'də 50. Bu da bərabərdir. 0,50. Bu 2 dənə sıfırları qıraqdan ixtisar eləyib 10'da 5 də yaza bilərik. Qoy hələlik belə yazaq. 100'də 50. 42 ilə 56 7'yə bölünür. 6'ya, 8'ə də bölünür. Mən 7'yə böləcəm ki, burada 8 alım. 7'yə böləndə düşəcək 8. 42'ni də 7'yə bölsəm 6. Hər ikisini 7'yə böldüm. Bu əbobdur. Əbob barədə keçmişik uşaqlar biz. Ə, B, O, B. Deməli ki, 2 dənə B var orada. Yəni 2 dənə bölməlisən. Bunu bölməlisən. 2 dənə B varsa, ikisini bölməlisən. O cür başa düşün uşaqlar. Əslində elə izah olunmur. Mən sizin yadınızda qalsın deyə deyirəm. Bərabərdir, aldıq 8'də 6. İndi nə edirik? 8'də 6 bərabərdir. 8'i vururam 125'ə. 6'nı da vururam 125'ə. 125'ə vursam 8'i 1000 eləyəcək. 1000. 6'nı 125'ə. Bir dəqiqə vurum. 6'nı deməli şifahi vurum da. 6'nı vursam 100'ə. 600. 6 dənə də 25. 150 eləyər. 6 dənə 25, 150. 150, o da 600, 750. Bərabərdir. 0,1000'də 750. Və bunu %75 də oxumaq olur. Axırıncı sıfırı oxumuruq. Bu misal 3 idi. Uşaqlar, mən sizə izah elədim. Hər ikisinin bölündüyü ədədə əbob deyilir. Məsələn, burada 5 ilə 15'i biz 5 yox 6 ilə 15'i biz 3'ə böldük. Əbob bunun üçün 3'dür. Burada isə 7'yə böldük. 35'də 21 ədədi üçün əbob 7'dir. Əbob bizim keçmiş dərslərimizdəndir. Yazınızdan çıxmasın deyə bir daha təkrarlayıram. Uşaqlar. Deməli, baxın. Bu 3'ün ardıdır. Daha mən bunu izah eləmirəm. Belə də yazmışam. Siz də beləcə yazın. İzah əvvəlki qaydada bir 6 misalın üstündə izah elədim. Misal 4. Misal 4'də nə deyilir? Uşaqlar, bizdən nə tələb olunur? Misal 4'də tələb olunur ki, misal 4'ün deməli ki, tələb olunur ki, birinci %1'lərə qədər yuvarlaqlaşdıraq. %1 1'dir. Yəni 1'ə qədər yazırıq 0,5. 1'in yerinə 1'i yuvarlaqlaşdırmalıyam. 1'i yuvarlaqlaşdıranda bu 5 özündən 1 verir, olur 2. 0,52. Bunu da elə. %1 8'dir. 9 1 verəcək, olacaq 8 tam %89. Biraz bunu cəld eləyin. Siz bunu bəlkə bir dəqiqə olmasın. 20 saniyədə 10 dənəni tez-tez yuvarlaqlaşdırın, yazın. Mən belə yavaş
başa salıram ki, öyrənin. Amma siz öz yazı taxtasında, daskada, nə bilim, evdə cəld eləyin bunu. Onda birimiz 0, %1-ə yuvarlaqlaşdırıb. Bax, yuxarıda yazılıb %1. %1 sıfırdırsa 6 1 verəcək, olacaq 51. 9 tam %51. 51. Mən tez-tez izah eləsəm sizə dediyim qaydada, onda başa düşməzsiniz deyə mən yavaş izah eləyirəm. 4-dür %1, 9 1 verir, olur 55. 14 tam 6'dır deyəsən bu. 65. 50'dir, 6'dır, bilmirəm. Kitabdan dəqiq baxarsınız ona. Qoy mən onu işıqda daha dəqiq baxım. 6'dır. 65 olacaq bu. 14 tam %65. Sonra 73 tam 2'ni 8 artırır. Bu %1. %1 olan 2'ni 8 bir dənə verib artırır. Olur 53. 73 tam %53. 1 tam təqribən 1 tam 9'u yazıram. Bu da 5'dir. 3 heç nə vermir. Elə 5 olaraq qalır. Sonra gəlir. Burada da 2 tam %999. 9 özündən 1 verir. Olur 10. 10 yaza bilmərik. Bu da özündən 1 verir qabağa. 0 yazırıq 1. Ümumiyyətlə bu eləyir 3 tam. Yuvarlaqlaşdıranda. Burada onda 1'ə qədər yuvarlaqlaşdırıram uşaqlar. Onda 1'lərə qədər. 5 tam 0 tam onda 5. Bu vergülü burada silmişəm. 0 tam onda 5. Buna onda bu 5'i yuvarlaqlaşdıracağım vergülün yanındakı. 1 heç nə vermir, elə qalır 0 tam onda 5. 8'i yuvarlaqlaşdıracağım. Çünki onda 1 8'dir. 8 özündən 1 verir, olur 8 tam onda 9. 9 biz 5'i yuvarlaqlaşdırırıqsa 0 heç nə vermir. 9 tam onda 5 olur. 6'nı yuvarlaqlaşdırıram. 4 heç nə vermir. Buna olur 14 tam onda 6 qalır elə. Deməli ki 4 ilə 9'u atırıq. 73 tam yazmışam bunları. Bunları da yazmışam uşaqlar. İndi keçirik təkliklərə qədər yuvarlaqlaşdırıram. Təkliklərə qədər yuvarlaqlaşdıracağım. Üstə də yazmışam təkliklərə qədər. Yəni təkliyimiz tamda olur. Təklik tamda olur. 5 təklikdən sağa olana baxıram. 5 1 verir. Təkliyə gəlir. 8 bu 8 ona 1 verirsə, bu təkliyimizə 1 əlavə olunur. Yuvarlaqlaşdıranda olur 9. 5 təkliyə 1 verir. Olur 10. 14 tam 6 1 də verir buna. Olur 15 tam. Yuvarlaqlaşdıranda bunları da qaydada yazmışam. Misal 5'ə keçirəm. 5'də nə deyilir? Əvvəlcə təkliklərə qədər yuvarlaqlaşdır yaz, cavabı tap, təkliklərə qədər yuvarlaqlaşdırıb, sonra isə dəqiq tap. Təkliklərə qədər yuvarlaqlaşdıranda nə olacaq bu uşaqlar? 43 tam 9 1 verəcək buna. Olacaq 44 tam. 44 tam. Üstə gəl. 36 3 heç nə vermir bu təkliyə. Olur elə 36. Bu da bərabərdir. Burada təqribi işarəsi qoyuram. 44 ilə 36 80 eləyər. 80. 40 ilə 30 70. 4 ilə də 6 10. Üst-üstə gələndə 80. İndi toplayaq görək. %1'ləri toplayırıq. 1 ilə 2 3. Yadımızda heç nə yoxdur. 9 ilə 3 toplasaq 12. Bir yadda. 3 ilə də 6, 9, o da 1, 10, 1 yadda. 80 tam %23 elədi. Bu misalı indi yuvarlaqlaşdıraq təkliyə qədər. 87 tam onda %23. Bu təklikdir. Təklik necə yuvarlaqlaşır? Təklikdən sonra gələn onda 1, ona 5'dən yuxarıdırsa 5 də daxil olmalı, 1 əlavə olunur. 5'dən aşağıdırsa 4, 3, 2, 1, 0 heç nə əlavə olunmur. O üçün 2'dən də bura heç nə əlavə olunmur. Qalır 87. 87
çıx 38. Bir əlavə olun. Bu 9 buradan 1 verir təkliyə. Olur 39. Bu da bərabərdir. Təqribən 87-dən 39 çıxar. 87 çıx 39. 17-dən 9 8. 17-dən 9 çıxdım 8. Burada qaldı 7-dən 3 4 48 eləyəcək uşaqlar. 48. Siz yəqin ki bəyənmisiniz gözəl balalar, ağıllı balalar. Deməli bu izah deməli ki siz bunu deməli ki qulaq asandan sonra belə izahlara özünüzə deyin ki, bax bu müəllimin bu izahı mənə kömək oldu. Şərhlərdə yazırsınız ki, müəllim sizin izahlarınızla bizə hazırlaşırıq, hazırlığa ehtiyac olmur. Amma bu söz daha yaxşı, mənə gözəl təsir eləyir. Amma sizin bəyənməyiniz də lazımdır ki, videolarımızın sayı artsın. Ki, yerləşdirəndə videolar çox görünsün. Az sayda olanda bəyənmə, abunə az olanda görünmür uşaqlar videolar. Az uşaqlar tapa bilir. Deməli, yuvarlaqlaşdıranda onda bir heç nə vermir. 78 üstə gəl. 29-a bu 9 verir bir dənə. Onda birdən bir dənə gəlir. Olur 30. Bu da təqribən eləyir 108. Deməli, biz bunu hesablamadıq burada. Dəqiq olanı hesablamadıq. 3-ün üstə 4. Yox, çıxırıq. Çıxmadı. 13-dən 4 çıxsaq 7. 13-dən 4 7 mi eləyir? 10-dan 4 9 eləyir. 9. 9. 11-dən 9 2. 16-dan 8 8. 7-dən 3 4. 48 tam %29. Biz isə təxminən 48 aldıq. 48 tam %29'dur. İndi bunu hesablayaq. 78 üstə gəl. 108 hesabladıq. İndi dəqiqi hesablayaq. 0, 1 yadda, 8 2, 10, 1 yadda, 10, 11, 1 yadda. Keçir o yadda olan bir təkliyə keçir. 17 olacaq, 18, 1 yadda, 98 tam 10. 108 tam, 98 tam, 8 də 9. 17, o da bir 18, 1 yadda. 7'nin üstteki 9, o da bir 10. 108 tam onda 1. %10 veyahut da onda 1. Burada yine çıkmadı. 51 tam %9'u götürürüm 51 tam. Bu 9 sizi çaşdırmasın ki, müəllim bu 9 1 verir axı irəli. Yox, 9 verə bilməz təkliyə. Onda 1 verə bilər. 9 %1-dir, aralıdır. Təkliyə yaxın olan budur. Bu verməlidir. Heç nə vermir. 51 çıxılsın. Bax 9 buna verir. Çünki yaxındır. Olur 21. Bu da təqribən 30 eləyər. İndi çıxaq görək. 9'dan mində biri yoxdur. Heç nə çıxılmır. Elə 9 qalır. 0'dan 9 çıxmaq olmur. 1 verir. 10'dan 9 1. Burada qaldı 0. 0'dan 0 çıxsaq 0. 5'dən də 2 3. 30 tam %19. Deməli ki, biz elə qiymətlər aldıq ki, təqribi qiymətlərimizə çox yaxın qiymətlər aldıq. Çalışın bunu bir misalın izahında başa düşdüksə, uzun uzadı bunları köçürməyə durmayın uşaqlar. Qoy bilməyənlər eləsin. Axı siz yaxşı bilirsiniz bunları. Çünki gör neçə ildir mən sizə öyrədirəm. Mənim öz abunəçilərimə üz tuturam. Gözəl, məni bu kanalı saxlayan uşaqlar. Deməli, indi gəlirik, burada nə deyilir? Deyir ki, burada uşaqlar, qanuna uyğunluğu müəyyən edək, 2 dənə də əlavə yazaq. Mən bunları xətt içərisində yazmışam ki, ayrı-ayrıdır. Qanunu müəyyən etməyi mən bir daha qaralamada sizə göstərim. Qanuna uyğunluq nədir? Qaralamada istəyirəm ki, mən bunu sizə izah eləyəm. Siz bilirsiniz bunu, amma bilməyənlər də var. Bilməyən uşaqlar üçün mən izah eləyirəm. Məsələn, 1, 3, 5,
7. Bunlar neçə artdı uşaqlar? 1 üstünə 2 gəlirəm 3. 3 üstünə 2 gəlirəm 5. 5 üstə 2 gəlirəm 7. 2 2 artdı. İndi deyir ki, 2 dənə də əlavə burada mən özümdən yazmalıyam. 7-nin üstə 2 gəlirəm 9. 9 üstə 2 gəlirəm 11. Bax bunu bizdən istəyir. Və necə eləyək? Bəs bu 2-ni biz necə tapaq? Burada necə tapdıq 2-ni? İkincidən birincini çıxıb neçə artdığını tapmalıyıq. Ona görə də ikincidən birincini çıxıram. İkinci 2,1'dir. 2,1'dən çıxıram 1,4'ü. 11'dən 4 çıxsam 7. Burada qaldı 1. 1'dən də 1, 0. 0,7. Deməli 1,4'ün üstünə gəliblər. 0,7 eləyib 2,1. 2,1'in üstünə 0,7 gəliblər. 2,8. 2,8'in üstə 0,7, 3,5. İndi biz burada 3,5'in üstünə 0,7 gəlməliyik. Bax, burada gəlirəm. 3,5 üstə gəl 0,7. 7 ilə 5, 12, 1 yadda. Bəli, burada olacaq. Birinci ədədimizi tapdıq. 4,2. İndi bunu tapaq. 4,2'nin üstünə yenə 0,7 gəlirəm. 0,7 gəlsəm 4,9 eləyəcək. Bu da olacaq 4,9. İkinci B'yə baxıram. Bu azalır. 7 tam, 6 tam, 5 tam, 4 tam. Fikir verirsiniz, get-gedə azalır. Bəs nə qədər azalıb? Bu böyükdən kiçigi çıxaq, görüm nə qədər azalıb. 7,1'dən 6,3'ü çıxıram. Çıx 6,3. 11'dən 3 çıxsam 8. 0. 0,8 qədər azalıb. Onda axırıncı ədədi götürüb 0,8 çıxıram. Yəni 4,7'dən çıxıram 0,8'i. 17'dən 8, 9. Burada qaldı 3. 3'dən də 0, elə 3. Deməli, növbəti ədədimiz olacaq 4,7'dən sonra 3,9. Bura bir nöqtə vergül yazaq. 3,9. İndi 3,9'dan da yenə 0,8 çıxıram. Burada çox qarışıqlıq oldu. 3,9'dan. Bu sən yazmasanız da olar. Mən izah eləmək üçün yazıram. 0,8 çıxıram. 1, 3,1 qalacaq. Növbəti ədədimiz olacaq 3,1. Mən bunları istəyirəm, hansı ədədləri mən əlavə elədim. Uşaqlar, bax, bu 2 dənə bu ədədi əlavə elədim. Burada da 2 dənə bu ədədi əlavə elədim. İkisini burada bulardı, 2 də bulardı. İndi bunu biraz yer geniş saxlamışam ki, burada qəşəng izah eləyim. Bax, burada baxıram ki, uşaqlar, onluq kəsirləndir. Onda mən də bunları onluq kəsirə çevirim də, bu 4'ü. 4'ü çevirmək asandır. 25'e vuracam, olacaq 100'də neçə. Ona görə birinci yazıram bunu. 1 tam. Bunları çevirək əvvəlcə. 4'də 7 bərabərdir. 25'e vururamsa 100'də 75. 4'e yox. 7'ni də 4'ü vurdum 25'e. 7'ni yox, olmadı uşaqlar. Bu belə olmayacaq. 4'də 7 bərabərdir. Neçə tam? 4'ü götürüb 4'e bölürəm. 1 tam 4'də 3. Bu da bərabərdir. 1 tam 4'də 3 vururam 25'e. Bərabərdir. 104 tam, 1 tam, 4 tam dedim mən. 1 tam 100'də 75. Bu da bərabərdir. 1 tam 100'də 75. Çevirdim. İndi 2 tam 4'də 3'ü çevirirəm. 2 tam 4'də 3'ü. 2 tam 4'də 3. 4'də 3 özü 75'dir də, %75'dir. Bu da bərabər eləyəcək. Elə bunun ardı kimi. 2 tam 4 vur 25.
3 vur 25. Bu da bərabərdir. 2 tam %75. Onda biz bu sıranı təzədən yazıram. Sıranı C sırasını tezdən yazıram. Bunların yerinə onluq kəsir yazacağım. İndi siz amma yazmaq istəsəniz uşaqlar, bu hissəni yazmazsınız. Elə 4-də 7-ni yerinə yazarsınız birbaşa 1 tam %75. 2 tam 4'te 3'ün de yerine yazırsınız. 2 tam %75. Belə də yaza bilərsiniz. İndi mən elə yazacağım. 1 tam %25. Sonra gəlir 4'te 7'nin yerine yazıram. 1 tam %75. Sonra 2 tam %25. Sonra 1 tam yok 2 tam %75. Artıb burada da uşaqlar 1 tam 25'dən olub 75. Artıb. İndi artımı necə tapırıq? Böyükdən kiçigi çıxıram. 1 tam %75. Biz 2 dənə burada yer saxlamadım. Bax 2 dənəyə yer burada. Birini burada yazaram, birini altda yazaram onda ya da buradan yazaram. Necə artır? Burada bir dənə ortadakı azalırdı. Bu artır. 1 tam %75 çıx 1 tam %25. 0 tam onda 5. Onda 5 qədər artır. Axırıncının üstünə 0 tam onda 5 gəlsək, buradakı ədədimizi taparıq. Mən bunlara nöqtə virgül qoyum. Qırmızıyla qoyuram ki, 4 dənəsi verilir. Bizdən 2 dənəsini istəyir. Axırıncının üstünə gələk 0 tam onda 5. Yəni 2 tam %75. 0 tam onda 5. 0 3 eləyəcək uşaqlar. Növbəti ədədimiz eləyəcək 3. 3. Yenə də nöqtə virgül qoyuram. Yəni bu tamdır. Onluq hissəsi yoxdur. 3'ün onluq hissəsi yoxdur. 3'ün üstünə gəlirəm 0 tam onda 5. Bunu elə birbaşa da yazmaq olar ki 3 tam onda 5. Mən burada 2 dənə ədəd yazdım. 2 dənə ədəd tələb olunurdu. Bax bu 2 ədədi yazdım. 3-dən 3 tam onda 5'i. Misal keçirəm neçəyə? 7'yə. 7 çox gözəl bir şəkillərlə verilib. Şəkilləri də çəkmişəm. Deyir burada hansı sıra ilə düzməliyik? Məncə bunu biz artan sıra ilə. Mən kitabda onu yoxlayım. Başlığında yazırdım. Bu dəfə onu yazmadım. 98'də. 110. Bəli, 98'də deyir ki, şəkillərdə verilmiş ədədləri artan sıra ilə yazın. Artan sıra ilə yazaq. Məsələn, birinci ən kiçigini yazmalıyıq. Burada hamısının tamı 0'dır. Tamlardan bilmirik hansı artan sıra ilədir. Onda birlərə baxaq. Bu onda 2'dir. Deməli bu böyükdür. Axıra bu düşəcək. Onda 2. Onda 2 olmayanlar var. Burada onda 1 olan da var. Onda 1. Onda 1 və onda 1'də 0 olanlar var. Bax bu 0'dır. Onda 1'də. Bu da 0'dır. Onda 1'də 0 olan bir də burada. 3 dənə. 1, 2 dənə daha doğrusu. 2 dənə 0 olan var. 0 tam. İndi yüzdə birlərə baxaq. 2, bunda 1. Deməli, kiçigi budur. Uşaqlar. Yüzdə biri 1'dir. Bunun da yüzdə biri 1'dir. Bunda yüzdə 1. Burada isə 2'dir. Buradan bu biraz böyükdür. İndi bunlar ikisindən seçirəm. Bunun mində biri 8'dir. Bunun da mində biri 8'dir. Yüzdə biri 8'dir daha doğrusu ikisinin de. Bunun yüzdə biri 8'dir. Bunun yüzdə biri 1'dir. Kiçik budur. 0 tam 10.000'də 189. Kiçikdir bu. En kiçiği budur. İkinci bunu seçeceğim. Birinci bunu seçeceğim. Yazıram. Göyünü. En kiçik budur. 0 tam 0 1 89 9
Ən kiçik budur. İkinci, bunu ilə müqayisə eləyirəm. Onda biri sıfır olan. Bu idi onda biri sıfır olan. Ya bunları müqayisə elədik. İndi bu sıfırdır. Bunun onda biri isə birdir. Birləri müqayisə eləyirəm. Bunda birdir. Bunların hamısında birdir. Onda biri sıfır olan bir dənə bu qaldı. Onda bu olacaq. 0,028 ikincidir. Üçüncüyə gəldim, çıxdım. Biraz sıx yazacağım. Ona görə burada bir xəttlər qoyum ki, mən geri yaxın yazardım. Üçüncü ədədimiz hansı olacaq? Onda biri 1 olanlara baxıram. 1, sonraki 0'dır. Onda biri 1, sonraki 9'dur, böyükdür. Onda 1'dən sonra 0 olan budur. 0,1072. 10.000'də 1078. 1078. Bu da deməli ki, burada da bir xətt qoyaq. 1, 2, 3. 3 dənəsi qalıb. 6 dənədir. 1, 2, 3. Sonra onda birlərə keçmişik də müqayisə. Onda birlərdən böyük olanı, kiçik olanı. Onda 1, 9 gəlir. 1'dən sonra 9. 1'dən sonra 8. Bu kiçikdir. Bunu götürürəm uşaqlar. 8 olanı götürürəm. 0,182. Burada %1 8'dir. İndi %1 9 olanı yazacağım. 0,119. 0, buraya virgül yox. Belə xətt çəkəcəm. 0,19. Yine xətt çəkirəm. Axırı neçə yazdıq? 6 dənədir. 1, 2, 3, 4, 5. Ən böyük bunu demişdik də axırda. 0,2 budur. Onda 2. Onda hərfləri yazaq. Axırı 8, 9 qutaran 0,10.000'də 189 T hərfidir. Yazıram bura T. Sonu 0,28 hansıdır? 0,20 budur. Hansı hərfdir? Ə hərfi. Ə. Axırı 78 qutaran budur uşaqlar. 78 qutaran B. 82 qutaran R. 19 qutarıb axırı İ hərfidir. İ hərfi. Lap axırdakı 0,2 idi. Z hərfi idi. Burada yazıram Z. Artan sıra ilə düzəndən sonra yeni bir söz alınmalıdır. O sözü oxuyun. Hansı söz oldu? T, Ə, B, R, İ, Z. Təbriz. Təbriz haradır? Yəqin ki, siz coğrafiya keçirsiniz bu dəqiqə. 5-ci sinif şagirdləri. Orada bizim Azərbaycanla sərhəd olan dövlətlər var. Onlardan biri də İrandır. İranda olan böyük bir şəhərdir. Paytaxtı deyil ha. Paytaxtı hazırda İranın paytaxtı Tehran şəhəridir. Tehran. Təbriz isə böyük bir şəhərdir orada. İndi misal 8'ə baxıram. 2'də 1'dən böyük, 4'də 3'dən kiçik olanları seçək. 2'də 1 həmişə deyirəm ki 0,5'dir. 4'də 3 isə 0,75'dir. 2'də 1'dən böyük. Yəni 0,5'dən böyükdür. Karandaşdan istifadə eləmək istəyirəm indi. Uşaqlar. 2'də 1'dən böyükdür. Bax bu. Yəni 0,5'dən böyükdür. Bax budur. Onda 5 onda 1-nə bunu onda 1'i müqayisə edirəm. Görürəm bu 6'dır. Bu 7'dir. 7. Onda 1'i 7'dir. Bunu götürə bilərikmi? Amma bundan kiçik olmalıdır axı. Burada 0,75 var. Uşaqlar, bundan kiçik olmalıdır. Bu 77'dir. Bunu götürə bilmərik. Onda 8 bundan böyükdür. 0, mən arxasını oxumuram uşaqlar.
0,8, burada 0,7. Bundan böyükdür. Bunu götürmürəm. Bundan kiçik olmalıdır. 0,5 63 də var əlavə. Bu 0,5-dən böyükdür. Bundan kiçikdir. İkinci bunu götürürəm. 7, 5. Düz buna bərabər gəlir. Amma 1 artıqdır. Onda bu böyükdür. Bunu götürmürəm. Bundan kiçik olmalıdır. 0,5-dən böyük olmalıdır. 0,49. Heç bu 0,5-dən də kiçik oldu. Bunu götürmürəm. 0,7. Bunu götürmək olar. Çünki 0,5-dən böyükdür. %75-dən kiçikdir. Bax, biri budur. 1, 2, 3. Buna baxaq görək. 0,5-dən böyükdür. Bunu da götürürəm. 0,75-dən kiçikdir. Deməli, biz bax bu ədədləri, ikisinin arasında olan bu ədədləri seçdim. İndi yazıram altdan. Hansıları seçdim? Cəmi burada var 7, 8, 9 ədəddən. Neçəsini seçdik? 4-ünü. Ayırdıq daha doğrusu. 0,63. İkinci 0,563. Üçüncü ədədimiz 0,7. Sonra gəlir 0,505. Bax, bunların arasından bizim seçdiklərimiz, ayırdıqlarımız, bizdən tələb olunanlar, bax bunlardır. Bu 4 dənəni istəyirdi bizdən. 0,5-dən və yaxud da 2də 1-dən böyükdür bunlar. 4də 3-dən də kiçikdirlər. 2də 1 ilə 4də 3 arasında olan 4 dənə onluq kəsir. Misal 9 nədir? Artan sıra ilə düz. Artan sıra ilə düzmək üçün birinci bax bunu ki var 0,7. Bunu mən burada karandaşla yazıram yanında. Bax bunun mötərizədə yazacağım. Karandaşımızda da ucu yazmır. Geri çıxar, qoy ruçka ilə yazım. Bunu yazıram ruçka ilə. 10'da 7. Onda burada neçə dənə kəsir görürük uşaqlar? 3 dənə adi kəsir. Bu da bir adi kəsir. Məxrəcləri 3, 6, 3, 10. Bunları məxrəclərini bərabərləşdirək. 30 eləyək məxrəclərini ki 6'ya da bölünsün. 30 eləmək üçün bunu 10'a vururam. 10'a vuranda olacaq 30'da 20. Birinci kəsirimiz olacaq 30'da 20. 10'a vurdum. Bunu isə 5'ə vururam. 5'ə vururam ki 30 olsun. 30'da 25. Bunu da 5'ə vurmalıyam. 25. 30 eləmək üçün 10'a vururam. 30'da 10'a vurdum. Bu karanlık ruçka ilə yazım. Sözlə dedim bunları ama açıq rəngdə yazdım. 30'da 25. Bu da eləyəcək 30'da 10'a vuranda bu da eləyəcək 50. Bunu da yerine yazıram. 30'da 3'e vuranda 21. 30'da 21. Məxrəcləri 30'dur. Hansı böyükdürsə, artan sıra ilə yazırıqsa, birinci ən kiçigini yazmalıyıq. Ən kiçigi budur. 30'da 20. Birinci bunu yazıram. 30'da 20. Yəni 30'da 20 nə idi? 3'də 2 idi. Bəlkə 3'də 2'ni yazaq. 3'də 2. 30'da 25 bu idi. Yox, bunu yazmalı deyilik axı. İkinci budur. 30'da 21. 30'da 21 budur. Yəni 0,7. Üçüncü 30'da 25 yazırıq budur. 6'da 5. Dördüncü 30'da 50. 30'da 50 3'də 5'dir. 3'də 5. Bax, düz belə yazdım, müqayisə elədim. Sıra ilə yazanda isə özlərindən istifadə, öz kəsirlərini yazdım. Daha burada adi kəsirə çevirmişdim, elə onluq kəsirinə yazdım. Burada da yenə də artan sıra ilə yazırıqsa, 8 ilə 5'i onluq kəsirə çevirmək olur. Burada bəs niyə çevirmədim? Onluq kəsirə. Çünki 3'ü mən neçəyə vurum ki 100 olsun, 10 olsun, 1000 olsun.
Onları tapa bilmədiyim üçün mən adi kəsrə çevirdim. Burada isə onluq kəsrə çevirmək asandır. 8-i vuraram 125-ə. Belə tapacağam uşaqlar. Bunları çevirmək üçün. 8-də 3-ün yerinə yazıram, çevirirəm. Harda yazım ki, onları siz görəsiz. Yerimiz olacaqmı sonra yazmağa? Bəli, görün harda yazaq. Burada yazaq elə. Qabağında xət qoyaq, qarışmasın. Belə. Burada yazıram. 8-də 3 bərabərdir. Sizdə alt-alta yer olarsa yazarsınız. 125-ə vuracağım. 125'e. Bunu da vururam 125'e. 375. Bu da eləyəcək 1000. 1000'də 375 bərabər 0 tam. 1000'də 375. Belə aldım. Burada 5 də var uşaqlar. İndi ikinci kəsiri çevirirəm. Hansını çevirəcəm? 5'də 4'ü. 5'də 4'ü. Biraz bunu uzadaq, qarışmasın. 5'də 4. Vururam. 5'i neçəyə vurum? 10 olsun. 2'yə. 10'da 8. Bərabərdir. 0 tam 10'da 8. İndi düzürəm bura. 8'də 3. 8'də 3'ün yerini aldıq. 3 tam %75. 1000'də. 1000'də eləyir mi? 375. Olacaq 0 tam. Bunun yerinə yazıram ha. 1000'də 375. İkinci budur. Burada bir ara çəkək. Bu ikinci budur uşaqlar. 0 tam %37. Üçüncü yenə də 5'də 4'dür. 5'də 4'ün yerini aldım. 0 tam 10'da 8. 0 tam 10'da 8. Axırıncı da yoxsa 5'də bu üçüncü idi. 0 tam 10'da 4. 0 tam 10'da 4'də kitabda bizə elə 0 tam 10'da 4 kimi verilib. Bunları artan sıra ilə düzürük. Yəni ən kiçiyini 0 tamdır hamısı. Tamlara görə biz müqayisə eləyə bilmirik. 10'da 1'lərə keçək. Ən kiçiyini götürək. 10'da 1 3. 3 8 4. Ən kiçik hansı oldu? Bu 3'lərdən seçək. 37 burada 5 artıqdır. Onda buydu ən kiçiyi. 3 tam 0 tam %37. İkinci budur. 0 tam 375. Biraz 5 burada artıqdır buradan. Sonra gəlir. Bu 0 tam 10'da 4'dür. Bu 0 tam 10'da 8'dir. Kiçiyi götürürük. 0 tam 10'da 4. Sonra 0 tam 10'da 8. Bak, bu cür artan sıra ilə yazdım uşaqlar bunları. Yenə də nöqtə vergül qoymuram. Siz necə istəsəniz elə yazarsınız. Artan sıra ilə düzdüm. C-ciyə baxıram. Bu da 4 ilə 5 onluq kəsrə çevirmək asandır uşaqlar. Ona görə onluq kəsrə çevirirəm. Altında da yerimiz var, yazıram. 4'də 6. 4'də 6. 4'ü 25'ə vuraram. 6'nı da 25'ə vuraram. Olacaq 100'dən 150. %150. Bunun 100'ünü götürüb buna bölsəm, əvvəl ixtisarləməliydim, eləmədim. Olacaq 1 tam %50. Və yaxud da bunu 10'da 5 də götürmək olar. 1 tam 10'da 5. Belə də götürürəm. İkinci bunu çevirirəm. 5'də 11'i. Bunun qabağından çevirəcəm. Elə buradan xət qoyuram. Belə qarışmasın. İndi bunu çevirirəm. 5'də 11'dən tam çıxardanda 10'u 5'ə bölsəm olur. 2 tam 5'də 1. 2 tam 5'də 1. Bu eləyəcək 2 tam 5'də 1. Bu da bərabərdir. 2 tam 10'da 2. Çünki hər iki tərəfini 2'yə vurdum. 2 tam 10'da 2. Təzədən düzək uşaqlar. Bunları tezdən düzürəm. Sonra artan sıra ilə düzəcəyəm. 1 tam %99. 1 tam %99.
İkinci ədədimiz 6-da 4, 4-də 6, bu idi 4-də 6. 1,5 aldıq. Üçüncü 2-dir. Dördüncü isə 2,2-dir. 2,2, 5-də 11-i yerinə yazdım. Baxaq görək düzdürmü? Bunların yeri dəyişik yazılıb. Ən kiçik budur. Sonra bu. Bunların yerini dəyişirəm. Yazıram, ardıcıllıq düzələcək onda. Ən kiçik budur, ikinci budur, kiçik, sonra bu, dördüncü də bu. Bəs biz bunları necə yazaq ki, siz orada yaza biləsiniz. Mən istəyirəm elə bunu dəftərə yazım. Deməli, birinci bunu yazıram. 1,5. 1,5. İkinci 1,99. Üçüncü 2. Dördüncü də 2,2. Göründü də yəqin ki. 2,2. Bunların arasına 4 dənə artan sırayla verilən ədədləri çevirib yazdım. Nöqtə. Bax, bunları biraz da yuxarı qaldırım. Axırıncı cərgənin hərfləri xırdadır. Görəsiz yaxşı. Bu 9-cu idi. 10-cu da nə deyilir? Əvvəl təxmin edin, sonra dəqiq hesablayın, sonra müqayisə edin. Təxmin eləyəndə, uşaqlar, təxmin eləyəndə bu olur 5 tam. Demir nəyə qədərsə yuvarlaqlaşdır. Mən tama qədər yuvarlaqlaşdıracağım. 5 tam, bu da olur 2 tam. 1,95, 2 olur. Tama qədər yuvarlaqlaşdıranda. 5-dən 2 tam çıxsam 3 eləyər. Buraya yazıram 3. Bu tərəfin cavabı oldu 3. Bura baxaq indi. Tama qədər yuvarlaqlaşdıranda bu olur 1, bu da olur 0. Üstə gələndə 1 ilə 0-ı elə 1 eləyər. 1. Bu tərəfində cavabı olacaq 1. Onda bu hissə böyükdür. Qabağında bir T hərfi yazacağım qırmızına. Yəni bu təxmini müqayisə idi. Təxmini müqayisə idi. İndi dəqiq müqayisə isə bunlardır. Toplayaq. 2 ilə toplamadım, yox, birinci çıxmadı. 12-dən 5, 7. 9-dan 9 çıxsam 0. 4-dən 1, 3. 3,7. Bu tərəfi toplayıram. Deməli, burada olacaq. Axı, mən burada düz hesablamadım, uşaqlar. 1 tam. Buradan da 1 tam olur. Bu olur 2 tam. Bu tərəf 2 tam olur, ha, uşaqlar. 0,8 özü. Yox, bu tərəfi təxmini hesablamamışam. Bunu hesablamışam. 3-dən buranı 1 yazmışam. 1 eləmir. Bu tərəf 2 eləyir. 2. Onsuz da belə də işarə qalır. Üstə gələndə 7-nin üstə 3, 0, 1 yadda, 9, yenə də 1 yadda, 2 tam. Bu tərəf olacaq 2 tam. İndi yenə də bu tərəf böyükdür, sol tərəf böyükdür, işarə qoyuruq. Bu dəqiq müqayisədir. İkinciyə baxıram. Təxmini müqayisədə 0 tam, tama qədər müqayisə eləyəndə bu tərəf olur 0. Çünki onda 1 bu tama heç nə vermir. 0, üstə gəl. Bu da 0 olur uşaqlar. 0-ın üstə 0, bu tərəf olacaq 0. Bəs bu tərəfdə 4-dən 2 çıxsaq 2 olar. 4-dən 2 çıxsam 2 olar. Bu dəfə sol tərəf kiçik oldu. Bu tərəf deməli ki, kiçik olmalıdır. Görək düz olarmı? Üstə gələndə 3-ün üstə 8 gəlsək olar 11, 1 yadda. 1-in üstə 8, 9, o da bir 10, 1 yadda. Sıfırları toplasaq 1, bu da 0 tam. 100-də, 1000-də 101. Bu tərəfə baxaq. Bu 4-ü, burada 4-dən çıxmaq üçün vergül qoyub buralara 0 yazıram uşaqlar. Bura 0 yazacağam. Çünki 97-ni çıxmaq üçün 0. Amma bu 4-ü artırmır, azaltmır. Burada vergül var. Vergül var burada. 4 tam, 2-dən 0. 0-dan çıxmaq olmur. 10-dan 7, 3. 9-dan 0. Burada qaldı 3. 3-dən 1, 2. 2 tam %3. Bu tərəf 1 tam. 0-dan %1. Bu tərəf yenə kiçikdir. Sol tərəf. İndi buna baxıram. 4 tam. Təxmini hesablayıram bunu. Və bunu təxmini hesablamışam. 1 oldu. 4-dən 3 çıxdım 1. Burada isə 0 tam 0. Bu da 0. 0-dan 0 çıxsam elə 0 qalar.
Müqayisə eləyəndə sol tərəf böyükdür. İndi bu 11-ci məsələyə baxaq. Burada nə deyilir? Boş xanalara yaz. Burada deməli ki, toplayırıq. Açıq formada yazılıb. 23 tam, bu tamdır. Onluq, təklik 4 olacaq. 23 tam. Onda biri 4, yüzdə biri 1, mində biri də 8. Burada isə buna baxıb düzəldirik. 46 tam yazılıb. Onda biri 8, yüzdə biri boş qoyublar. 7, mində biri də 3. Belə, bu qədər. 12 yoxdur, bu qədər.